Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan texnika və mexanizmlər vasitəsilə ərazidə su təsərrüfatı obyektlərinin istismarı, mühafizəsi və texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində geniş miqyaslı işlər həyata keçirilib. Belə ki, idarənin balansında olan 14 ədəd ekskavator və 4 ədəd buldozer vasitəsilə təsərrüfatlar arası və təsərrüfat daxili kanallarda lil və çöküntüdən təmizləmə işləri aparılıb. Eyni zamanda kanal qazan aqreqatların köməyi ilə 20 kilometrdən artıq torpaq məcralı arx və kanallar yenidən qazılaraq bərpa olunub. 2025-ci ilin əsaslı təmir planına uyğun olaraq Maşınqolu kanalı 1100 pagometr, P1 kanalı 1000 pagometr, torpaq məcralı Barmı kanalı 1200 pagometr uzunluqda beton üzlüyə alınma işlərinə başlanılıb və işlərin il sonuna dək başa çatdırılması nəzərdə tutulur. İndiyədək rayon ərazisində təxminən 550 kilometrə yaxın suvarma arxları, lil və çöküntülərdən təmizlənmə işləri aparılır. Cari ilin təsdiq olunmuş planına uyğun olaraq Maşınqolu kanalının Maşratqanlı və Curuqlu kəndləri ərazisindən keçən hissəsində Padarçöl kəndinin qidalanmasında P1 kanalında beton işləri həyata keçirilir. Bununla yanaşı Barmı kanalında da işlərə start verilib. Həyata keçirilən bu işlər su itkisinin qarşısının alınması, suvarma suyunun daha səmərəli çatdırılması, xüsusilə də fermerlərin, əkin sahələrinin fasiləsiz su ilə təmin olunması mühüm töhfə verir. Torpaq məcralı kanalların beton üzlüyə alınması nəticəsində su itkisi minimuma endirilmiş olur. Bu da əkin sahələrinin daha səmərəli suvarılmasına kömək edir. Və keçən illəri bir 17 hektar sahədə buğda əkmişdim. 35 sentiner, 40 sentiner arası buğda götürdüm. Bu da hamısı da suyun sayəsindədir. Su olmasa bitki də yoxdur, insan da yoxdur, dirilik də yoxdur. Suyumuz Allah'a şükür rayonda boldur. Sağ olsunlar, yaxşı da istifadə edirik, qənaətlə istifadə edirik və bitkilərimiz də bizi qənaət edir. 30 ilə yaxındır ki, təsərrüfatla məşğulam. Əkinçiliklə təsərrüfatla. Yəni arpa, buğda, qarğıdalı. Allah bərəkət versin. Dolanacağımız əkinləndir, ailəmiz, uşağım, hamısı əkinlə dolanıq. Əkin də suvarma ilə bağlıdır hamısı. Biz də yenə bol istifadə edirik. Yaxşı, əkinimiz də pis deyil. Lap doyunca dolanırıq, razıyıq. 40 sentiner, 50 sentiner, 45 sentiner. Ağsuda əhalinin fasiləsiz içməli su ilə təmin olunması istiqamətində də bir sıra işlər görülüb. İl ərzində 5878 nəfər əhali və 157 qeyri-əhali abonenti içməli su və kanalizasiya xidməti ilə təmin olunub. Su xətlərində 82, kanalizasiya şəbəkəsində isə 76 qəza halı qeydə alınıb və operativ şəkildə aradan qaldırılıb. İçməli su təsisat sahəsində işlər tam gücü ilə davam etdirilir. Əhalinin dayanıqlı və fasiləsiz içməli su ilə təmin olunması məqsədi ilə mövcud su xətləri mərhələli şəkildə yenidən qurulur, yeni sahələr quraşdırılır. Hazırda 5879 nəfər əhali, 155 nəfər qeyri-əhali abonent içməli su ilə təmin olunur. Yay aylarında fasiləsiz içməli su təchizatının təmin olunması nəzərdə tutulur ki, bu da Ağsu rayon əhalisinin rahatlığına və yaşayış səviyyəsini daha da yüksəldəcək. Metrologiya sahəsi üzrə 604 ədəd istismar müddəti başa çatan mexaniki su sayğacı ödənişsiz qaydada yeniləri ilə əvəzlənib. Qeyd edək ki, cari il ərzində 8 ədəd subarteziyan quyusu təmir olunub. Sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədi ilə Ağsu çayı və Girdiman çayında ümumilikdə 300 pagometr uzunluğunda çay məcrası təmizlənib.